8-ci fəsil. Maddə və enerji münasibəti. Reallığın dərin strukturu və varlığın transformasiyası. İnsan uzun müddət maddəni reallığın əsas və dəyişməz elementi kimi qəbul etmişdir. Gözlə görülən, toxunulan və ölçülə bilən hər şey maddə kimi dərk olunmuş və bu anlayış varlığın təməli kimi qəbul edilmişdir. Lakin elmin inkişafı göstərdi ki, maddə düşündüyümüz qədər sabit və fundamental deyil. Əksinə, o daha dərin və dinamik proseslərin nəticəsidir. 1. Klassik fizikanın sərhədləri. 17-ci, 19-cu əsrlərdə formalaşan klassik fizika maddəni bölünməz, sabit və müəyyən xassələrə malik vahid kimi təsvir edirdi. Isaac Newton tərəfindən qurulan mexaniki modeldə kainat böyük saat mexanizmi kimi qəbul olunurdu. Bu modeldə maddə əsas rol oynayır, enerji isə yalnız hərəkətin nəticəsi kimi dəyərləndirilirdi. Lakin bu yanaşma 20-ci əsrdə köklü şəkildə dəyişdi. Klassik fizikanın təsvir etdiyi dünya modeli daha dərin reallığı izah etməkdə yetərsiz qaldı. 2. Enerji anlayışının yeni mənası. Albert Einstein tərəfindən irəli sürülən nisbilik nəzəriyyəsi maddə və enerji arasında fundamental əlaqəni ortaya qoydu. Bu yanaşmaya görə maddə və enerji bir-birindən ayrı deyil, biri digərinə çevrilə bilən və eyni reallığın fərqli formalarıdır. Bu fikir maddənin müstəqil və dəyişməz substansiya olmadığını göstərdi. Maddə artıq nəticə kimi, enerji isə daha fundamental səviyyə kimi qəbul edilməyə başladı. 3. Kvant səviyyəsində reallıq. Kvant fizikasının inkişafı maddə anlayışını daha da dərindən dəyişdirdi. Niels Bohr və Werner Heisenberg tərəfindən aparılan tədqiqatlar göstərdi ki, hissəciklər klassik mənada sabit obyektlər deyil. Onların mövqeyi və vəziyyəti tam dəqiqliklə müəyyən edilə bilmir və müşahidə prosesi reallığın özünə təsir edir. Bu isə göstərir ki, insanın gördüyü dünya obyektiv reallığın birbaşa özü deyil, onun müşahidə ilə formalaşmış versiyasıdır. 4. Dalğa hissəcik dualizmi. Kvant mexanikasında ən mühüm nəticələrdən biri maddənin həm dalğa, həm də hissəcik kimi davranmasıdır. Louis de Broglie bu ideyanı irəli sürərək göstərdi ki, maddə yalnız konkret obyekt deyil, eyni zamanda ehtimal və dalğa funksiyasıdır. Bu yanaşma maddənin sabit və konkret reallıq olmadığını, potensial vəziyyətlərin təzahürü olduğunu göstərir. 5. Sahələr və əsas reallıq. Müasir fizikanın daha dərin səviyyələrində maddə anlayışı demək olar ki, aradan qalxır. Richard Feynman və digər alimlərin işləri göstərir ki, hissəciklər sahələrin kvant titrəyişləridir. Bu baxımdan əsas reallıq obyektlər deyil, sahələr və onların qarşılıqlı təsiridir. Maddə isə bu proseslərin müəyyən şəraitdə sabitləşmiş forması kimi meydana çıxır. 6. Enerji və informasiya əlaqəsi. Müasir elmdə getdikcə daha çox qəbul olunan fikir ondan ibarətdir ki, enerji tək başına reallığı izah etmək üçün kifayət etmir. Enerjinin necə təşkil olunduğunu və hansı istiqamətdə dəyişdiyini müəyyən edən informasiya faktorudur. Claude Shannon tərəfindən yaradılan informasiya nəzəriyyəsi göstərir ki, sistemin vəziyyəti informasiya ilə təsvir olunur və bu informasiya dəyişdikcə sistemin davranışı da dəyişir. Bu yanaşma belə nəticəyə gətirir. Enerji və informasiya birlikdə strukturlaşdırılmış reallığı formalaşdırır. 7. Maddənin nisbiliyi. Bütün bu elmi nəticələr maddənin fundamental olmadığını göstərir. Maddə daha dərin proseslərin nəticəsi kimi çıxış edir və onun möhkəmliyi insan qavrayışının məhsuludur. Bu baxımdan maddə enerjinin təşkil olunmuş və sabitləşmiş formasıdır. O, müstəqil reallıq deyil, daha geniş sistemin görünən təzahürüdür. 8. Dini işarələr və paralellər. Bu anlayış dini mətnlərdə də dolayı şəkildə ifadə olunmuşdur. Quranda varlığın nur anlayışı ilə izah edilməsi, maddənin arxasında daha fundamental prinsipin mövcudluğuna işarə kimi başa düşülə bilər. Maddi varlığın faniliyi ilə bağlı ifadələr də onun müstəqil və dəyişməz olmadığını göstərir. Bu yanaşma elmi nəticələrlə simvolik səviyyədə uyğunluq təşkil edir. 9. Viyem ilə sistemləşdirmə. Bu mərhələdə əldə olunan bütün elmi və fəlsəfi nəticələr Viyem konsepsiyası daxilində vahid sistemə salınır. Bu yanaşmaya görə maddə müstəqil reallıq deyil, enerji və informasiya proseslərinin nəticəsidir. Bu modeldə enerji prosesin özü, informasiya bu prosesin istiqaməti, maddə isə nəticə kimi çıxış edir. Bu üç komponent birlikdə vahid reallıq modelini formalaşdırır. 10. Fəlsəfi nəticə.
Bu başlıqda müəllifin mövqeyi daha da aydınlaşır. Klassik maddə anlayışı məhduddur və müasir elm daha dərin səviyyəni açır. Dini mətnlər isə bu reallığı simvolik şəkildə ifadə edir. Bu yanaşmalar bir nöqtədə birləşir. Varlıq maddədən ibarət deyil. Maddə varlığın yalnız görünən qatıdır. Nəticə: maddə və enerji münasibəti insanın reallıq haqqında təsəvvürünü köklü şəkildə dəyişir. Maddə artıq dəyişməz və əsas substansiya kimi deyil, dinamik və transformasiya olunan struktur kimi qəbul olunur. Müasir fizika bu reallığı elmi dillə izah edir. Dini mətnlər isə onu simvolik ifadələrlə çatdırır. VM konsepsiyası isə bu iki istiqaməti birləşdirərək belə nəticəyə gəlir. Reallıq vahid sistemdir. Maddə isə bu sistemin görünən təzahürüdür. 9-cu fəsil. Şuur və kainat əlaqəsi. Dərk edən varlıq və dərk olunan reallıq. İnsan kainatı anlamağa çalışarkən çox vaxt ən fundamental suallardan birini nəzərdən qaçırır. Kainatı dərk edən nədir? Bu sual sadə görünsə də, fəlsəfənin və elmin ən mürəkkəb problemlərindən birini təşkil edir. Çünki reallıq haqqında bildiklərimizin hamısı bir vasitə ilə əldə olunur, şuur vasitəsilə. Bu səbəbdən kainatı anlamaq cəhdi əslində onu dərk edən sistemin, insan şuurunun mahiyyətini anlamaqla başlayır. 1. Qədim düşüncədə şuur anlayışı. Qədim fəlsəfi sistemlərdə şuur müxtəlif formalarda izah edilmişdir. Plato şuuru ideyalar aləmi ilə əlaqəli hesab edir və insan ruhunun maddi dünyadan daha yüksək reallığa bağlı olduğunu irəli sürürdü. Aristotel isə şuuru canlı varlığın forması kimi izah edir və onu həyatın təşkil edən prinsipi kimi qəbul edirdi. Şərq fəlsəfəsində bu anlayış daha geniş və ümumi çərçivədə təqdim olunmuşdur. Hind və Çin düşüncə məktəblərində şuur fərdi xüsusiyyət kimi deyil, kainatın ümumi və fundamental prinsipi kimi qəbul edilirdi. Bu yanaşmalar göstərir ki, şuur anlayışı qədim dövrlərdən etibarən yalnız bioloji proses kimi deyil, daha geniş reallığın bir hissəsi kimi dərk olunmuşdur. 2. Dini mətnlərdə şuur və ruh. Dini mənbələrdə şuur çox vaxt ruh anlayışı ilə ifadə edilir. Quranda ruhun mahiyyəti haqqında verilən məlumat onun insan biliyindən daha geniş fenomen olduğunu göstərir. Bu yanaşma şuurun tam izah edilə bilməyən, lakin mövcudluğu danılmaz olan reallıq olduğunu vurğuluyur. Eyni fikir Biblidə də öz əksini tapır. İnsan bədəninin maddi elementdən, həyatın isə ona verilən nəfəsdən ibarət olduğu fikri maddi və şuuri səviyyələr arasında fərqi göstərir. Bu yanaşmalar şuurun yalnız fiziki proseslərlə məhdudlaşmadığını simvolik dillə ifadə edir. 3. Müasir elmdə şuur problemi. Müasir elmdə şuur hələ də tam izah olunmamış fenomen olaraq qalır. Bu problem fəlsəfədə Hard Problem of Consciousness kimi tanınır və David Chalmers tərəfindən sistemli şəkildə formalaşdırılmışdır. Neyrologiya beynin mürəkkəb strukturunu və funksiyalarını izah etsə də, bu fiziki proseslərin necə subyektiv təcrübəyə çevrildiyini tam açıqlaya bilmir. Elektrik və kimyəvi siqnalların hisslərə, düşüncələrə və şuurlu təcrübəyə necə çevrildiyi hələ də açıq sual olaraq qalır. 4. Neyroelm və şuurun sərhədləri. Müasir tədqiqatlar göstərir ki, beynin müəyyən hissələri zədələndikdə yaddaş və davranış dəyişir. Lakin özünü dərk etmə tam şəkildə yox olmur. Bu isə şuurun yalnız neyron fəaliyyətinin nəticəsi olmadığını göstərir. Antonio Damasio şuurun daha kompleks sistem olduğunu vurğulayaraq, onun yalnız bioloji mexanizmlərlə izah edilə bilməyəcəyini qeyd edir. Bəzi eksperimentlərdə göstərilmişdir ki, beyin qərarı şuurdan əvvəl formalaşdırır və şuur bu qərarı sonradan dərk edir. Bu fakt şuurun rolunun daha mürəkkəb və çoxqatlı olduğunu ortaya qoyur. 5. Kvant yanaşmaları. Şuurun izahı üçün bəzi alimlər kvant nəzəriyyəsinə müraciət etmişdir. Roger Penrose və Stuart Hameroff tərəfindən irəli sürülən modellərə görə, şuur klassik fizika ilə tam izah edilə bilməyən proseslərlə əlaqəli ola bilər. Bu yanaşmalar tam sübut olunmasa da, bir məqamı aydın göstərir. Şuur maddi mexanizmlərlə məhdudlaşmır. 6. Qavrayış və reallıq. Psixologiya göstərir ki, insan reallığı olduğu kimi deyil, onu qavradığı kimi görür. Vizual illüziyalar, yaddaş səhvləri və emosional təsirlər bunu açıq şəkildə sübut edir. Bu isə bilə nəticəyə gətirir ki, reallıq ilə onun dərk olunması arasında fərq mövcuddur. İnsan gördüyünü deyil, beynin interpretasiya etdiyi modeli qəbul edir.
7. Şuur və kainat, qarşılıqlı əlaqə. Bu nöqtədə əsas fəlsəfi sual yaranır. Şuur kainatın məhsuludur, yoxsa kainat şuurun təzahürüdür? Bu sualın cavabı hələ də açıqdır. Lakin müxtəlif sahələrdən əldə olunan nəticələr göstərir ki, şuur və reallıq bir-birindən tam ayrılmır. Müşahidə prosesi nəticəyə təsir edir və dərk edən sistem reallığın formalaşmasında rol oynayır. Bu yanaşma klassik obyektiv reallıq anlayışını yenidən nəzərdən keçirməyə səbəb olur. 8. VM ilə vahid model. VM konsepsiyası bu əlaqəni vahid sistem daxilində izah edir. Bu yanaşmaya görə kainat vahid enerji və informasiya sistemidir və şuur bu sistemdən ayrı deyil. İnsan yalnız müşahidəçi deyil, o bu sistemin aktiv iştirakçısıdır və dərk etmə prosesi reallığın ayrılmaz hissəsinə çevrilir. 9. Fəlsəfi nəticə. Bu başlıqdan çıxan əsas nəticə ondan ibarətdir ki, şuur maddənin sadə məhsulu deyil, o daha geniş və daha dərin sistemlə əlaqəlidir. İnsan kainatdan ayrı deyil, onun davamı və şuurlu ifadəsidir. Bu yanaşma qədim fəlsəfi ideyaları, dini anlayışları və müasir elmi axtarışları vahid xəttə birləşdirir. 10. Yeni fəlsəfi yanaşma. Bu mərhələdə müəllifin mövqeyi aydın şəkildə formalaşır. Kainat və şuur ayrı sistemlər deyil. Onlar eyni reallığın fərqli tərəfləridir. İnsan bu əlaqənin mərkəzində yerləşir. Bu yanaşma artıq yalnız nəzəri fikir deyil. Bu, yeni fəlsəfi məktəbin əsasını təşkil edən sistemli baxışdır. Nəticə. Şuur və kainat arasındakı əlaqə insanın özünü və reallığı anlama cəhdinin ən dərin mərhələsidir. Elm bu əlaqəni izah etməyə çalışır. Fəlsəfə onu anlamağa yönəlir. Din isə onu simvolik dillə ifadə edir. VM konsepsiyası isə bu üç istiqaməti birləşdirərək belə nəticəyə gəlir. İnsan kainatı yalnız müşahidə etmir. O, bu sistemin şuurlu hissəsi kimi onu dərk edir və bu dərk prosesi reallığın özünün bir parçasına çevrilir. Kanalı izləyin və videonu bəyənin ki, sizə daha çox maraqlı video təqdim edə bilim.